Sizi salamlayıram, hörmətli izləyicilər. Mənə bir maraqlı sual gəlib ki, doktor, süt verən ana hamilə qala bilər? O, süt vermənin sürəsindən, sütün miqdarından asılıdır. Əgər ananın sütü uşağın doymağına bəs edirsə, adətən 6 ay müddətində qadınlar hamilə qalmırlar. Əgər o dolğun surətdə öz balasını öz sütü ilə əmizdirirsə. Lakin elə qadınlar var ki, onların sütü az olur, onlar əlavə qidaya keçirlər və elə qadınlar adətən 40 gündən sonra aybaşı görürlər və onlar tezliklə hamilə qala bilərlər. Lakin normal süt verən qadınlar 6 ay müddətində hamilə qalmırlar. Əlavə qidaya 6 aydan sonra keçdikdən sonra prolaksinin miqdarı azaldığına görə həmin qadınlarda ovulyasiya baş verir və qadın hamilə qala bilər. Hətta aybaşı görməsə də. Çünki ovulyasiya aybaşıdan əvvəl olur. Ovulyasiya olub, yumurtalıqdan yumurta hüceyrə çıxıb və qadın hamilə qala bilər və o aybaşı görməyəcək və bəzi qadınlar çaşırlar ki, doktor, məndə heç aybaşı olmadı, lakin mən hamilə qalmışam. Bu da normaldır və belə olur. Ona görə əziz qadınlar, əgər siz normal surətdə uşağı əmizdirirsinizsə, 6 ay müddətində narahat olmaya bilərsiniz. Əgər əlavə qidaları keçmişsinizsə və yaxud sizdə süt azdırsa, heç yoxdursa, siz tezliklə hamilə qala bilərsiniz. Ona görə həkimlərinizlə məsləhət edin, qorunun və arzu olunmaz hamiləliyin qabağını alın ki, gələcəkdə aborta getməyəsiniz. Mənim sizə tövsiyəm, həkimlərinizlə sıx əlaqə saxlayın, onlardan məsləhət alın və süt verən dövrdə də hamilə qalmaq istəmirsinizsə, öz işinizi biləsiniz və hamilə qalmayasınız. Diqqətinizə görə çox sağ olun.